Qadir İnşaat Akademi kanalının növbəti videosunda hər birinizi salamlayıram. Bugünkü videoda təmir beton konstruksiyaların əyilən elementlərindən olan tirlərin, yəni rigelin düzgün qaydada armaturlaşdırılması haqqında danışacağım. Əvvəlcə onu qeyd edeyim ki, betonun tək halda, yəni armatur olmadan dartılmaya qarşı müqavimətinə, sıxılmaya qarşı olan müqavimətinə dəfələrlə azdır. Armatur isə əksinə dartılmaya qarşı daha yaxşı işləyir. Bütün bunları nəzərə alaraq armatur və betonun birgə istifadəsinin daha məqsədə uyğun olduğu qəbul edilərək 19-cu əsrin ortalarından başlayaraq hal-hazırda da geniş şəkildə istifadə edilir. İndi isə iki sərbəst ayaq üzərində yerləşdirilmiş tirin necə işləməsinə baxaq. Göründüyü kimi xarici yükün təsirindən tir əyilməyə məruz qalır və onun neytral olan yuxarı hissəsi sıxılmaya, aşağı hissəsi isə dartılmaya işləyir. Eynilə belə hal real dəmir beton konstruksiyalı tikelinin sütunları üzərində oturulmuş rigeldə baş verir. Ümumiyyətlə, rigelin mərtəbəarası dəmir beton örtüyün və onun üzərində olan müvəqqəti yükləri qəbul edərək sütunlar isə təməl ötürür. Rigelin bu funksiyaları tam şəkildə yerinə yetirə bilməsi üçün isə o düzgün qaydada armaturlaşdırılmalıdır. Rigelin armaturlaşdırılması boyuna işlək millərlə, damıtlarla və montaj milləri ilə yerinə yetirilir. Dayaq ətrafında, yəni sütun ətrafında sıxılmaya qarşı müqaviməti artırmaq üçün layihəyə uyğun şəkildə əlavə armatur atılmalıdır. Bu, gücləndirici armaturların uzunluğu və diametri aşırı məsafəsinə görə dəyişə bilir. Rigeldə əlavə armaturlar həm də dartılan zonada atılır. Həm sıxılan, həm də dartılan zona əyilən elementlərin momentlər epirinə uyğun olaraq qəbul edilir ki, bu da aşırı məsafəsindən asılıdır. Rigelin dartılan zonasında armaturlar aşırımın boşluq zonasında deyil, məhz sütunlar üzərində görüşməlidir. Üst armaturlar isə sütunlar arasında görüşə bilər. Rigeldə dayaq ətrafında, yəni sütunların ətrafında daha çox gərginlik olduğuna görə bu zonada xamutlar arası addım məsafəsi azaldıla bilər. Ümumiyyətlə, rigeldə armaturun diametri, sinifi, xamutların diametri, addım məsafəsi statik hesablamalar əsasında təyin edilir. Betonun markasından, tikelinin təyinatından asılı olaraq bu parametrləri hesablamalar əsasında dəyişmək mümkündür.